Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Bak. Vay. Salam aleyküm. Nece geldin oğlum? Gel gel. Gel yerinde otur. Buyur. Oturun oturun. İştahım yoktu. Vay. İşlerin necədir? Yaxşıdır? Sənə əla bir xəbərimiz var. Eşitsən çox sevinəcəksən. Ne haberdi ki? Qızım hamilədir. Sən tezliklə ata olacaqsan. Ne? Bu doğrudur. Hə? Əlbəttə doğrudur. Doğrudur. Ben ata olacağım. Ben ata olacağım. Ha? Çok sağ ol azizim. Ben ata olacağım. Ata olacağım. Ata olacaqsan. Ata oğlum. olacağım. Hə, inşallah. Oğlum doğulan kimi böyük bir qonaqlıq vereceğim. Hamını dəvət eləyəcəm. Allah arzuna çatdırsın. Qılıncın oğlu olacaq. Allah qoysa. Oğlum eyniyle özümü oxşayacaq. İnşallah. Eyniyle mənim kimi qorxmaz, Hə. cəsur, bacarıqlı oğlan olacaq. İnşallah elə olacaq, elə olacaq. Bir il sonra isə sünnət toyunu eləyəcəm. Hamı oğlunu toyda ata mindirir. Mənsə onu dəvəyə mindirəcəm. Yox, fil sifariş verəcəm. Böyük bir fil. Ha, elə bir toy eləyəcəm ki, hələ Özbəkistanda elə bir toy olmayıb. İnşallah, inşallah. Mənim oğlum buna Toyumuz hər layiqdir. yerə səs Pəhləvan salacaq. oğlum. Hamı bizdən Ata olacam, ha? danışacaq. Allah səni bütün niyyətlərinə çatdırsın. Samir oğlum, Mən dediyim iş necə oldu? mənə biraz vaxt ver oğlum. Çox uzadırsınız. Belə bir şeyi dərhal həll eləmək olmur. Bu haqda Səltənət ana ilə danışmaq lazımdır, məsləhətləşmək lazımdır. Bu işi tez həll eləyin xala. Yoxsa Səltənət ananın yanına gedib bütün həqiqəti açıq aydın deyəcəm. Sonra əsl tamaşanı görəcək. Belə eləmə, belə eləmə. Dedim axı yaxşı. Mənim ağzımdan yox sözü çıxdı. Çıxdı oğlum. Mənə sadəcə vaxt ver. Dedim axı hər şeyi həll eləyəcəm. Onda çox uzatmayın. Məsələni tez həll eləyin. Yaxşı. Yaxşı. Həll eləyəcəm. Oldu. Gözün çıxsın elə. Hələ mənə şərt də qoyur. Qorxutmağına bir bax. İndi mən necə eləyim, hə? Uf. Ana, Hə? Nə deyirsən? Sən mənim axırıma çıxacaqsan. bir dəfə üstümə qışqırmadan qulaq as da. Kəs səsini eşitdin? Hə? Nə deyirsən? De. İndicə Fərrux gəlmişdi. Fərrux dedin. Hə, Alın yazıma lənət olsun. Belə də qismət tale olar. Elə bir bu çatmırdı. Of! nəysə. Mən onunla söhbət eləyirdim. Səma da hər şeyi eşitdi. Fərruxa dedi ki, Səltənət ana ilə danışacam, səni işə götürsün. Sonra da onu yola saldı. Doğruda. Səma belə elədi. Səma, hə? O qulluqçu, hə? Hə, Deyəsən doğrudan özünün evin gəlini hesab eləyir. İşə bir bax. Hələ yaxşı ki, onun varis olduğundan xəbəri yoxdur. Yoxsa saçımızdan tutub bizi evdən qovardı ifritə. amma o bizə yaxşılıq elədi, ana. Hə?
O sənə nə yaxşılıq elədi? O mənə hər şeyi başa saldı. Mən doğrudan da Fərruxa ərə getməliyəm. Məncə başqa çıxış yolumuz yoxdur, ana. Axı, o uşağın atasıdır. Samir isə buradan çıxıb getdi. Heç bilmirik, o uşağı qəbul eləyəcək ya yox. Fərruxsa mənlə evlənməyə hazırdır. Onu bura işə qoysaq yaxşı olar. Sonra mən ona ərə gedərəm. Sən nə boş-boş danışırsan, hə? Nə boş-boş danışırsan? Hı? Ağılsız qız. Ana, Hə? Bir tərəfdən də Samir baş beynimi aparır, məni təhdid eləyir. Hələ bilinmir ki, miras sənin olacaq ya yox. Fərrux ərə getmək haqqında fikirləşməyi də yığışdır. Ana! Eşitdin? Hə? Hı? Sən lap əvvəldən Fərruxla fırlanıb səhvə yol verməsəydin, hər şey qaydasında olardı. Bu qədər dəhşətli şeylər də olmazdı. Axmaq! Bütün planları pozdun. Allah bəlanı versin. hələ heç nə üçün gec deyil, ana. Mən də nəsə bilirəm. Hə? Elə bilirsən tək sənin başın işləyir? Hə, əlbəttə, mənim başım işləyir. Mən ağıl öyrədənə bir bax. Hə. Fərruxu bura gətirib Səltənət ananın köməkçisi təyin eləyərik. Sonra da mən ona ərə gedəcəm. Pəncərədən kimsə baxır? Ana! Hə? Sən nə boş-boş gic-gic danışırsan? Axmaq! Belə eləsək, Samir bizi rahat qoyar? Ağıllıymış, başıboş qız. Onda nə deyirsən, ana? Biz nə etməliyik? O tərəfi düzəldirik, bu tərəf məhv olur. Bu tərəfi düzəldirik, o tərəf məhv olur. Bəsdir, kəs səsini. Əvvəlcə nə olur olsun, o Samirin ağzını yummaq lazımdır, başa düşdün? Onu necə susturacaqsan? Uşağın ondan olduğunu göstərmək istəyən sən deyildin? Sən bundan hər şeyi alt-üst elədin, ana. Əgər biraz səbr eləsəydin, heç belə şeylər olmazdı. Kəs səsini, bu saat səni boğacam, boğub öldürəcəm. Əgər belə eləməsəydim, iki dünya bir olsa da varis ola bilməzdin. Sən anana sağ ol de, sağ ol de, başa düşdün? Elə buna görə hər şey alt-üst oldu da. Budur bax. İndi Samir başımıza bəla olub. Bu dəqiqə sənə yağlı bir şillə vuraram. Nə baş verir? Heç nə, qızımın saçlarını düzəldirdim. Samir nə deyir? Heç nə. Ay kişi, Hə, Samirin bütün sirrimizdən xəbəri var. Banunun varis olmadığını bilir. Ona görə də Banu ilə evlənmək üçün bizi təhdid eləyir. O mənə bunu deyirdi. doğrudan. Elədirsə, Hə. onu öldürüb aradan götürmək lazım. Bir dəfə ondan canımız qutarar. Ay kişi, nə danışırsan? Allah uzaq eləsin. Axı həbs oluna bilərik. Bura bax görüm, əgər vaxtında ondan canımızı qurtarmasaq, o da gəlib bütün həqiqəti Səltənət anaya desə nə olacaq, hə? Onda nə edəcəyik? De də. Düzdür, ondan canımızı qurtarmalıyıq. Amma bu yolla yox da, Allah qorusun. Yox, 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 yox. Ana, onda nə edəcəyik? Onu müvəqqəti alladıb fikrini yayındırmalıyam. Fikir, fikir, fikir. Yaxşı fikirlərsək bir yolunu taparıq. Mütləq taparıq. Anacan. Bilirsiniz, mənim biraz başım ağrıyır. Evdə də dərman yoxdur. İcazə versəz, aptekə gedib gələrdim. Yaxşı. Gedə bilərsən. Yaxşı, sağ olun. Dayan. Buyurun. Sən o oğru oğlanla hələ də danışırsan? Yox, danışmıram ana. Yenə gedib o oğru oğlanla görüşməyəsən ha? Yaxşı. Görüşməyəcəm. Mən sənə bu qədər yaxşılıq elədim.
Bunu yadından çıxartma. Yaxşı. Səmacan, sən öz qədrini bilmirsən. Belə uğru bir adama yox, bizim malikanəyə münasib adamsan. Hə, sən qətiyyətli qız olsan da, sadəlövsən. Oğru da sənin sadəlövlüyündən istifadə eləyib, ağlını başından alıb. Əgər o yenə qayıdıb gəlsə, sözlərinə inanma. Əgər səni rahat buraxmasa, onda ondan özüm danışacağam. Nə demək istədiyimi başa düşdün? Başa düşdüm. Gedə bilərsən. Yaxşı. Mən heç vaxt Aslanı həyatımdan çıxara bilmərəm. Axı, illərdir ürəyimdə yaşatdığım sevgini bir dəqiqənin içində necə unuda bilərəm? Xəstəxanaya gedib onu görməliyəm. Mən düz eləyirəm. Ora getməliyəm. Samirin xəyanəti mənə baha başa gəldi. Onun yerinə başqa etibarlı adam tapmalıyam. Vəzirədən soruşum görüm, bəlkə o belə bir adam tanıyır. Salam əleykum Səltənət ana, necə? Əleykümə salam vəzirə, sən özün yaxşısan? Hə, Səltənət ana. sağ Hər ol. şey yaxşıdır, evdə hər şey qaydasındadır. Vəzirə, sənə zəng eləməyimin səbəbi var. Deyirəm, bəlkə işləri idarə eləmək üçün bir namizədin olar. Mən Samiri işdən çıxartdım. Onun yerinə adam tapa bilmirəm. Yox ana, elə bir tanışım yoxdur. Səsin qəribə gəlir. Nədir? Ağlayırsan? Hə, himayəyə götürdüyüm oğlum xəstələnib. Yaxşı. Allah şəfa versin. Sağ olun ana, Allah sizi pənahında saxlasın. Sağ ol. Gərək başqalarından da soruşum maraqlanım. Salam əleyküm nənəcəm. Əleykümə salam. Hə, nə olub? Heç. Sənin təsadüfən söhbətini eşitdim. Hansı söhbətimi eşitdin? Köməkçi axtardığını eşitdim. Hə? Bilirsən, mənim bir tanışım var, nənəcəm. O bizim kənddə yaşayıb. O çox yaxşı oğlandı. Halal, ağıllı. Adı Fərruxdur. Yaxşı. Onda onu bura çağır. Onunla danışım görüm necədir. Hə, yaxşı oldu. Çox sağ ol nənəcəm. Hə, gəl. Bax. Əladır. Oğlumuz üçün hər şeyi alıb hazır eləmişəm. Xoşuna gəldi? Ona hər cür oyuncaq almışam. Niyə heç nə demirsən? Bax. Mən neyniyim ki, xoşbəxt olasan? Hə? Cavab ver. Neyniyim? Vay! Vay! Siz buradasınız? Vay! Vay! Oğlum! Bunları sən alıb gətirmisən? Hə, mən alıb gətirmişəm. Vay! Hamısı necə də gözəldir. Ay! Yaxşı. Mən getdim. Olmadığım müddətdə qaçıb getməyi ağlına da gətirmə. Göyə çıxsan ayağından, yerə girsən başından dartıb gətirərəm. Başa düşdün? Ay qız,
Bundan sonra başını aşağı sal, həyatını yaşa. Görmürsən, ərin sənin üçün, uşağın üçün nə qədər əziyyət çəkir? Niyə bir üzün gülmür, niyə sevinmirsən? Niyabət. Ana, mən niyə sevinməliyəm? Görmürsən ki, bütün bunları özünü göstərmək üçün eləyir, hə? Axı nə fərqi var, eləyir ki? Elə bilirsən bütün bunları eləsə, mən xoşbəxt olacağam. Qızım, birincisi, kişinin diqqəti belə olur. Axı bütün bunları sənin üçün, uşağın üçün eləyir. Sən bunu qiymətləndirməlisən. Qadının xoşbəxtliyi, həyatı belə olur. Ana, mən qılıncı görəndə çox narahat oluram. Onu görən kimi bədənim əsir. Elə bilirəm, bu dəqiqə məni vuracaq. Nədir? Bu həyatdır, xoşbəxtlikdir. Hamı arvadını döyür. Döz, dözməlisən. Ana, məyər hamını əri səbəbsiz yerə döyür? Qadın yalnız döyülmək, söyülmək üçün yaradılıb. Başa düşmürəm, qadın olmaq bu qədər dəhşətlidir. Sakit ol. Görmürsən sənin üçün hər şey hazırdır? Mənə bax. Əziyyət çəkməyin, pul axtarmağın nə demək olduğunu bilirsən? Hə? Deməli, onda bu dünyaya əzab çəkmək üçün gəlmişəm. Sənə söz deməyin faydası yoxdur. Salam aleyküm. Əleykümə salam. Necəsən, yaxşısan nənə? Yaxşıyam. Çox yaxşıyam. Sağ ol. Toy hazırlıqları səni yormur ki nənə? O qədər də yox. Hər şey hazırdır. Əla. Cəvidan, biz toyu tezləşdirdik. Uzağı bir həftəyə toy eləyəcəyik. Hə, nədir? Qardaşım artıq sağalıb? Yox. Buna baxmayaraq istəyirəm toyu tez eləyək. Hə. Bəs qardaşım yaxşıdır? Hə, yaxşıdır. Gedib ona baş çəkəcəksən. Bəs gəlin necə? Qardaşıma ərə getməyə razıdır? Əlbəttə, razı olmayıb neyniyəcək? Axı bizim malikanəyə gəlin gəlmək hamıya qismət olmur. Hə, deməli belə. Bəs gəlin ana, gözə dəymir. Yoxsa harasa gedib? Hə, apteka gedib. İndicə gələr. Hə, yaxşı. Əsas odur ki, qardaşım xoşbəxt olsun. Əlbəttə xoşbəxt olacaq. Elnur yaxşı oğlandı. O əsl xoşbəxtliyə layiqdir. Belə. Nənə, onda mən qardaşımın yanına gedim. Get ona baş çək. Çox sevinəcək. Aslan. Mən yenə yanına üzr istəməyə gəldim. Səndən xahiş eləyirəm. Tez özünə gəl. Biz bir yerdə olmasaq da, sənin bu dünyada yaşamağın belə mənə çox böyük bir güc verir. Xahiş eləyirəm. Məni atıb getmə. Bütün həyatım boyu yaxınlarımın hamısı məni atıb. Ya da məni satıblar. Yalnız sən məni həqiqətən sevdin. Sən mənə sevginin nə olduğunu göstərdin. Aslan, hər şeyi məhv eləyib məni atıb getmə, nə olar?
Aslan. Bilirsən, mən bəzən çox qorxuram. Nədən qorxursan, hə? Axı mən həmişə sənin yanındayam. Elə buna görə qorxuram da. Bütün sevənlər bir yerdə ola bilmirlər axı. Dəli qız. Mən bu əlləri heç vaxt buraxmayacağam. Ölərəm, amma heç vaxt sənin əlini buraxmaram. Çox sağ ol. Bəs də əlimi burax. Bilirsən, sən həmişə mən nə vəziyyətdə olsam da üzümdə təbəssüm yaradırdın. Artıq gecdir. Evə getməliyəm. Yaxşı, gedək. Özüm səni apararam. Velosipedlə. Gedək? Yoxsa özün gedirsən? Hə, niyə getmirsən? Mən elə gəlir. İndi getsəm, sən yoxa çıxacaqsan. Səma, deyəsən çox kinoya baxırsan. Bilmirəm, amma doğrudan da belə hiss eləyirəm. Dəqiq yuxu görmüsən. Ay, Nə oldu? qulağım ağrıtdı. Dayan görüm. Ay, bura bax. Axı heç nə yoxdur. Yalan dedim. Dayan görüm. Yalan dedim. Gəl, gəl. Sən həmişə məni qoruyurdun. Oyan. Bax, qulağımda qarışqa var, görürsən. Onu götürməyəcəksən. O, yoxsa bu dəqiqə qulağımı dişləyəcək. Gözlərini aç. Bilirəm ki, məni eşidirsən. Sən güclüsən. Qalx, oyan aslan. Mən sənə inanıram. Ayağa qalxacaqsan. Səmanı tək qoyub getməyəcəksən. Mən indi getməliyəm. Xahiş eləyirəm. Tez sağal aslan. Hə, qardaşım. Oturmusan, ha? Nədir? Səma ilə evlənib xoşbəxt olacağını düşünürsən? Sən əlilsən. O qız da sənə yalnız var dövlətə görə ərə gəlir. Əgər imkanı olsaydı, heç sənin üzünə də baxmazdı. Sən əlilsən. Səma isə sağlamdır. O əvvəl-axır səni atıb gedəcək. Əgər kimsə sənə sağalacaqsan desə, ona inanma. Onsuz da sağalmayacaqsan. Başa düşdün? Çünki buna mən imkan verməyəcəm. Cavidan.
qardaşının könlünü alırsan, Hə, nənə. o biraz yaxşıdır, hə? Hə. Xeyli yaxşılaşıb. Elədir. Hə. Mənim də balam belə şirin olacaq. Onu da beləcə bağrıma basacağam. Xoşbəxt ana olacağam. Körpəmi də xoşbəxt eləyəcəm. Yox, o ata ilə uşağım bədbəxt ola bilər. Məni döyən adam onu da döyə bilər. Yox, mən onu dünyaya gətirməyəcəm. Qardaşım yaşamalıdır. Mütləq özünə gəlməlidir. Bu mənim üçün vacibdir. Bunun üçün biraz vaxt lazım olacaq. Bilirəm də, əlinizdən nə gəlirsə eləyin, xahiş edirəm. Pullu ümumiyyətlə fikirləşməyin. Söhbət pulda deyil. Xəstəyə baxmaq bizim borcumuzdur. Sağ olun. Həkim, qardaşım özünə gələn kimi mənə xəbər verin. Sizdən Yaxşı. xəbər gözləyəcəm. Oldu? Yaxşı, oldu. Salam. Salam əleyküm. Əleykümə salam. Eşitdim toyun olacaq. Səni təbrik eləyirəm. Sağ olun. Qardaşıma ərə gedəndən sonra mənim gəlin bacım olacaqsan. Elədir. Deyəsən, nənəm toyu tez eləmək istəyir. Deyir toyu tez eləsək yaxşıdır. Qardaşım əlildir. Ümumiyyətlə onu sevirsən? Yoxsa yazığın gəldiyi üçün belə eləyirsən? Bağışlayın. Mənə belə suallar verməyin. Xahiş edirəm. Hə, yeri gəlmişkən sənə toy hədiyyəsi vermək istəyirdim. Mənə heç bir hədiyyə lazım. Başa düşmədim. Bunu hardan almısınız? Hardan ala bilərəm? Dükandan. Nədir, xoşuna gəlmədi? Xoşuma gəldi. Sağ olun. Bağışlayın, mənim işlərim var, getməliyəm. Sağ olun. Yaxşı. Hə, bacıcan, bura öyrəşmisən? Hə, Varis olmaq xoşuna gəlir? hə, pis deyil. Özünü varlı qızlar kimi aparmağı öyrənmisən, bacım? Əlbəttə, bir halda ki sənin bacınam. Hə, nə məsələdir? Səma ilə nəsə yaman danışırsınız, ha? Bax, sənə nə var? Deyəsən, sən ona nəsə verdin. Ümid eləyirəm ona aşiq olmamısan. Bunu unut getsin. Sənlik bir iş var. Nə işdir elə? Nə? Banudur ki. Alo, Banu. Fərrux, salam. Necəsən? Sağ ol əzizim. Fərrux, nənəm səndən danışmaq istəyirdi. Niyə? Ondan səni işə götürməklə bağlı danışmışam.
Dedi ki onu çağır özü ilə danışım. Çox sağ ol gözəlim. Amma bax indidən deyirəm ha, onun yanında özünü yaxşı aparmalısan. Yaxşı. Yaxşı. Oldu, dediyin kimi eləyəcəm. Yaxşı. Bu həmin boyunbağıdır. Eyni ilə odur. Amma belə bir şey necə ola bilər? O necə Cavidanın əlinə keçib? Deməli, anamla atam onu satıblar. Cavidan isə onlardan alıb. Sonra da mənə gətirib hədiyyə eləyib. Səma, Eşidirəm, necəsən? yaxşıyam. Nəsə olur? Keyfin yaxşıdır? Qulaq as, mən sənə sürpriz hazırlamışam. Yenə neynəmisən? Nə barədə danışırsan ana? Ana demə, Ulduz xanım. Ulduz xanım. Mənə nə demək istəyirsən? Sənin üçün bir sürpriz hazırlamışam. Görsən heyran qalacaqsan. Yenə nə sürprizdir? Mənim bu başım var ha. Super işləyir. Ümid eləyirəm yaxşı bir şeydir. Yaxşı şeydir. Pis fikirləşmə. Oy. Ümid eləyirəm Poladı bura gətirməzsiz. Yox, Allah uzaq eləsin. Bəsdir. Daha Polad yoxdur. İndi Elnur var. Poladdan da artıqdır. Əla oğlandı. Görəcəksən, o hələ yeriyəcək də tam sağalacaq. Ana, Mənim bu sürprizim tamam başqadır. Əla sürprizdir. Vəziyyətdən çıxış yolu tapmışam. ana. Hə? Biz nə vaxta kimi belə gəzəcəyik? Bütün sirlər əvvəl-axır aşkara çıxır. Səltənət ana bilsə nə olacaq? Dayan görüm, dayan. Mənim başım ağrıyır. Dərman içib yatmalıyam. Çünki havada maqnit qasırğası var. Telefonda bu haqda oxumuşam. Mənə bax, sən işlərini gör. Hər şey yaxşı olacaq. Mən gedim biraz dincəlim. Hı? Of. Gəldin? Hə, gəldim. Dilini dinç saxla. Yaxşı da, yaxşı. Özünü ciddi apar. Oldu. Yolu göstər. Gedək, gəl. Nənəcan. Budur, mən dediyim oğlan gəldi. Adı Fərruxdur. Salam əleyküm. Nə? Bu ki həmin bizə gələn elektrikdir. Hə, nənə, düzdür. Mən də həmin gün onu tanımadım. Onu indi tanıdım. Həmin gün özümü pis hiss eləyirdim. Sonra zəng eləyib özü yadıma saldı. Onu xeyli vaxtı görmürdüm, ona görə. Biz eyni kətdənik. Artıq onu elektrik işindən uzaqlaşdırıblar. O çox yaxşı oğlandı. Savadlıdır, zəhmətkeşdir. Aydındır. Oğlum mənə bax. Buyurun. Maşın sürməyi bacarırsan? Hə, bacarıram. Bəs hansısa idmanla məşğul olmusan? Hə, kətdəki güləş yarışlarında da iştirak eləyib. Başa düşmədim. Hə, düz deyir. Salam əleyküm. Əleykümə salam. Necəsiz? Dünən sizi gecə klubunda görmüşdüm. Dostunuz da yanınızdaydı. Ey, mənə bax. Sən nə danışırsan? Yazıq nəvəm neçə ildir xəstədir. Sən onu ələ salırsan? Hə, nənəcan, bağışla. Deyəsən Fərrux Elnuru başqa bir adama oxşadıb. Yox, bu dəqiq odur. Keçən dəfə gələndə yadıma sala bilmədim. Dünən axşam bir də görəndə özümə əmin oldum. Dəqiq həmin oğlandı. Bu oğlan əlil deyil, sağ-sağlamdır. O sizi aldadır. Dünən gecə klubunda rəqs elədiyini öz gözlərimlə görmüşəm. Sən axmaqsan?
Bir addım belə ata bilməyən oğlana nələr deyirsən? Yoxsa başdan xarabsan? Mən indi bunu sizə sübut eləyəcəm. Qalx. Dur yerindən. Dayan, sakit ol. Qalx dedim. Qalx. Dayan, nə Dünən edirsən? oynayırdın Bu nə axı. hərəkətdir? Hə, qalx. Dayan. Dur Dayan, dedim. eləmə. Qalx yerindən. Ey, Mən dünən səni özünə pulda əl al. görmüşəm. Bırax onu. Dur dedim. Ey, əl çək Qalx ondan. ayağa. Neynirsən? Bəsdir! Nəvəmin yanından çəkil. Bura gəl. Yaxşısan. Sən əsl dəlisən ki. Banu, bunu buradan rədd elə. Mən bu oğlanı heç vaxt işə götürməyəcəm. Əsl başdan xarabdır ki. Elnuru görən kimi onun dəliliyi tutdum. Yaxşısı budur. Rədd ol gözümün önündən. Yoxsa polis çağıraram. Salam əleyküm. Rədd ol! Tez ol get. Çıx get buradan. Yaxşı. Yaxşı, sakit ol. O sənə heç nə eləməyəcək. Fikir vermə, axmağın biridir. Sakitləş. O sadəcə səni kimdənsə səhv saldı. Səma, tez ol. Elnuru otağına apar. Ona dərmanlarını ver. Yaxşı, bu dəqiqə. Banu, Banu, sən çox sadəlövsən. Sənin ağlın başındadır. Belə bir axmağı necə mənim yanıma gətirirsən? Bağışla nənəcan. Onun belə olduğunu bilmirdim. O kənddə özünü çox yaxşı aparırdı. Yenə bir də yanıma onun kimi axmağı gətirsən, səni bağışlamayacağam. Nənəcan, bağışla. Mən bir də belə eləməyəcəm. Bağışla nənəcan. ana, siz narahat olmayın. Mən özüm onunla danışaram. Problem yoxdur. O hələ uşaqdır, görmürsünüz. Otağına geç. Sənin başına oynayacağam. Geç, düşqa baxma. Danış. Baş üstə. Baş üstə. Bircə siz narahat olmayın. Mən özüm həll eləyəcəm. İlahi. Bu dəqiqə. Səma, Yaxşı, sakit ol. Səma. Sənə nəsə lazımdır? Hə? Nəsə lazımdır? Yaxşı, indi gedib su gətirərəm. Bu dəqiqə. Al, iç. Qorxma, hər şey yaxşıdır. O səni kiməsə oxşatdı. İç. Səma. Eşidirəm. Tezliklə biz evlənəcəyik. Evlənəcəyik Səma. Sən biraz dincəl, mən sənin üçün yemək hazırlayım. O gördü ki, nənəm məni heç vaxt ona verməz. Onu nənəm özü evdən qovdu. O arabadakı Əlil dünən klubda gördüyüm oğlan idi. Sənin üçün ana ata tapmışam. Ana, Göz sən danış da. bilmirsən. Nə danışdığını Oo. başa düşürsən, belə yalana razı deyiləm. O çoxdan mənim oldu. O çoxdan mənim. O çoxdan mənim. Sən nə danışırsan? Hə? Eşitdiyini. Hələ bundan da yaxşılarını alacağam. Oğlumuz doğulanda dünyanın ən xoşbəxt uşağı olacaq. Yox.
Mən uşağı tələf elədim. Səma sizin üçün belə əziz idisə, onda niyə onu Polada satdınız? Nə? Serial Space televiziyasının sifarişi ilə birləşir. Indi gör çıraqlar dönüb çıxıb gedən günlər soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.